الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. طه ما أنزلنا عليك القرآن لتشقى إلا تذكرة لمن يخشى تنزيلا ممن خلق الأرض والسماوات العلى الرحمن على العرش استوى له ما في السماوات وما في الأرض له ما في السماوات وما في الأرض وما بينهما وما تحت الثرى. الله. وإن تجهر بالقول فإنه يعلم السر وأخفى. الله لا إله إلا هو له الأسماء الحسنى. الله. الله لا إله إلا هو له الأسماء الحسنى. وهل أتاك حديث موسى؟ صدق الله العلي العظيم. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat-ı selamı olsun Peyğəmbərimiz ve onun pak ailəsinə. Salamlayırıq əziz Quran və şübhələr verilişinin izləyiciləri sizləri. Uca Allah öz rəhmətin, bərəkətin sizlərdən əsirgəməsin inşallah. Yenə də həmişə olduğu kimi biz bu verilişdə əziz ruhanimiz Hacı Elnur Xudaverdiyev ilə sizin xidmətinizdəyik. Sizin verdiyiniz sualları cavablandırmağa çalışırıq. İstərdim ilk öncə hacımız salamlaşsın və inşallah mövzumuza davam edək. Hacı, xoş gəlibsiniz, buyurun. Çox sağ olun. Bismillahirrahmanirrahim. Mən də sizi və əziz və dəyərli izləyicilərimizi salamlayıram və bu mübarək günlərdə, mübarək Şaban ayında Allah ibadət, itaətlərimizin qəbul olmaqlığını diləyirəm inşallah. Bəli, əziz hacımız. Deməli, əziz izləyicilərimizin verdiyi sualları istərdim inşallah. Keçən verilişlərimizdə mən bunları xatırlamışdım və istəyirəm ki, yenidən olaraq mən buna işarə edeyim. Sual veriblər əziz izləyicilərimiz ki, siz demişsiniz ki, Allah
o zaman ki Həzrəti Adəmi yaratdı və Adəmə dedi ki, təbii ki bu hal-hazırda olduğun cənnət ki var, orada qal və oranın nemətlərindən faydalan və faydalanla yanaşı yalnız burada bir qadağa qoyduğu bir ağac var ki, ondan belə deyək də əli vurma, ondan yemə, qidalanma ki, səbəbləri olar, sən özü-özünə zülm eləmiş olarsan, sən şeytan səni bu olduğun yerdən çıxardar. Sual veriblər ki, nə üçün elə Allah elə yaradıydı ki, şeytan insana qələbə çala bilməyəydi? Yəni ilk olaraq sual budur ki, ilk olaraq sual budur ki, Allah bizi elə yaradıydı ki, Adəmi ki yer üzünə xəlifə göndərmişdi. O göndərdi ki, xəlifəsini elə yaradıydı ki, o şeytan onu hər hansısa bir belə deyək vəsvəsə iləmi ki, o təsir eləyə bilməyəydi. Bu necə olur? Peyğəmbərlərə də görürsən, şeytan hər hansısa bir vəsvəsə eləyirmi? İnşallah sizin fikirlərinizi bilək. Bəli. Quran-ı bəli, ümumiyyətlə İslam elmində ən maraqlı elmlərdən biri elm kəlam elmidir. Bəli. Və bu bəhs əsasən ilahi elm və insan iradəsi mövzusu adı altında həmin elmdə bəhs olunan bir məsələdir. Çox maraqlı bir bəhsdir. Burada çox da dərin bir məsələdir. Yəni bu bir-iki cümlədə çatdırası bir məsələ deyil. Birinci bu məsələdə baxın Allahın əzəli elmi məsələsi var. Birinci buna toxunmaq lazımdır. Allah Teala hər şeyi bilir, bilmir. Quran-ı Kərimdə bir çox ayələrimiz var ki, Allah məsələn Ali İmran surəsində Allah Teala deyir ki, Allah yerdə və göylərdə hər nə varsa Allah xəbərdardır. Məsələn Allah Teala buyurur ki, bir dənə yarpaq da əgər ağacdan qopub düşəndə mənim ondan xəbərim var. Allahın deməli əzəli elmi bu deməkdir ki, məsələn Allahın sifətlərindən də biridir. Allahın elmi əzəlidir. Allah hər şeyi bilir. Allah keçmişi də bilir, Allah gələcəyi də bilir. Bu bir məsələ. İkinci məsələ buradır ki, Allah bir şeyi bilməsi, o işin məcburi şəkildə baş verməsi demək deyil. İnsanları çaş-baş salan bu məsələdir ki, bir çox insanlar bilir ki, Allah bu məsələni bilirdisə, bəs niyə mane olmadı? Burada ədalət söhbəti var, burada imtahan söhbəti var. Allah Teala insanı yaratmayıb ki, Allah bilir. Amma Allah hər şeyə daxil olmur, dəxalət eləmir. Dəxalət eləsə burada ədalət nə oldu? Məsələn, belə bir əşarə məzhəbidir, səhv eləməsəm. Onların belə bir əqidəsi var ki, səhv eləməsəm, siz mənə köməklik eləyərsiniz ki, məsələn, onlar deyir ki, biz hər nə iş görürsə, biz məcburuq. Onların əqidəsində budur ki, məsələn, əgər Allah istəsə... Cəbriyyələrdir də. Bəli, cəbriyyun. Onlar deyirlər ki, Allah istəsə Muaviyyəni gizli cənnətə aparar, Əli əleyhissalamı İmam Hüseyni cəhənnəmə aparar. Biz o məsələ qarışa bilmərik. Biz ki, nə danışsan, bu ilahi ədalət harada qaldı? Onlar ilahi ədaləti qəbul eləmirlər. Qəbul eləmirlər. Biz nə deyirik ki, Allah bilir, amma ilahi ədalət məsələsində Allah insanların işinə qarışmır. Bu bir məsələ. İkinci, onlardan bir nəfər var. Deməli, İmam Sadiq əleyhissalamın şagirdlərindən biri olur. Ona daş məsələsi çox gözəl onu elə bil ki, cavablandırıb. Dedi ki, götürdü yerdən, o özü dedi, o sual verdi. Dedi ki, necə ola bilər ki, siz deyirsiniz ki, şeytan otda yanacaq, bir halda ki, şeytan özü otdan yaranıb, otu necə yandırar və bir də ki, burada Yezidin cəhənnəmə getməyi olmaz, mümkün deyil. Çünki Allah özü əmr eləyib, deyir, götürdü yerdən bir dənə torpaq daşı, götürdü, vurdu bunun başına, onun başı yarıldı. Bunlar getdilər mühakiməyə. Mühakimədə deyirdi ki, valla mənə heç bir günahım yoxdur, Allah mənə daşı verdi əlimə ki, vur bunun başına. Deyər, mühakimə eləsə Allah eləyin. Çünki bu adam yalan deyir, necə? Deyir, torpağı necə təsir eləyə bilər? Mən bu torpaqdan yaranıb, mən də bunu torpaqla, belə deyək, bu cür zərbə vurmuşam. Bu olan bir şey deyir. Əslinə qalanda istəyirdi ki, onların öz əqidəsi ilə onlara cavab vermiş olsun. Bir dənə də burada nöqtə var. Ümumiyyətlə, Allahın elmi kəşf edicidir, məcbur edici deyir. Bunlar ayrı-ayrı bir kateqoriyadır. İkinci nöqtə ki, bu məsələdə var, insanın iradəsi və imtahan məsələsi. Bəli. Quranda da belə bir ayəmiz var. İnna hədəynahus səbil imma şakirən və imma kafura. Dəfələrlə bu ayəni demiş. Allah Teala açıq surətdə bu ayədə elə bir çox məsələləri deyir. Mən sizi yaratmışam və sizə yolu göstərdim.
İmma şakirən və imma kafura. İndi istəyirsiniz bu yolla gedəcəksiniz, mən deyənlə gedəcəksiniz, getməyəcəksiniz, mən sizin işinizə qarışmayacağam. Başqa bir ayədə də nə deyir? La ikraha fid-din. Heç birinizə məcbur eləmirəm. Siz hökmən namaz qılmalısınız, siz hökmən oruç tutmalısınız, hökmən mən deyənləri eləməlisiniz. Bu mövzuya aid mən istəyirəm ki, bir dənə də bir şey deyim sizə. Onu xatırlatma kimi olsun. O zaman ki, uca yaradanımız buyurdu ki, İnni ca'ilun fil ardı xalifətən. Bəqərə surəsi 30-cu ayə. Və iz qalə rabbuka lil mələikəti inni ca'ilun fil ardı xalifə. O zaman ki Allah mələklərinə deyir ki, mən yer üzündə öz xəlifəmi yaradıram. Qalu atec'alu fiha men yufsidu fiha və yasfiku d-dima'a və nahnu nusabbihu bihamdika və nuqaddisu lak. Deyir ki, bir varlıq yaradırsan ki, qan tökəcək, fəsad törədəcək. Allah burada inni a'lamu ma la ta'lamun. Mən elə şeylər bilirəm ki, siz onu bilmirsiniz. Məsələ budur ki, Allah ki bu mələkləri ki yaratdı və təbii ki burada mələklərin insanın yaranmasında da rolu var. Bəli. Ki Allah onu yaradanda mələklərinə məlumat vermişdi necə bir varlıq yaradıb. Bəziləri deyirlər ki, yox, insandan əvvəl insan olub, insan kimlər olub. Bu ümumiyyətlə ayrı bir mövzudur. Biz bu mövzuya girmirik. Əgər əziz izləyicilərimiz istəsələr, nə vaxtsa bu məsələ haqqında danışarıq. Amma Allah məlumat vermiş ki, bu ixtiyarı ilə yaradılmış bir varlıqdır. Mələklər sizin kimi döyür. Elə, vəssalam. Eləmə. Amma insan belə döyür. İnsan, yəni öz ixtiyarı ilandır. O da insanın dəyəri də odur. Bəli. Bu günləri bəzi insanlar öz ixtiyarı ilə doğru yolu, düz yolu seçirlər və onunla addımlayırlar. Onlar yüksək adam olurlar. Eyni ailədən olan qardaş biri isə azğınlıq yolunu tutur, o isə aşağı təbəqə insanı olur. Odur ki, mələklər insanın ixtiyar sahibi olduqlarını öncədən bilirdilər. Allah olaraq demişdir. Hətta növbəti ayələrdə وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا. Allah mələklə Adəmə ki, əsma öyrətmişdi. O əsma nə idi? Ayrı bir mövzudur və təqdim elədi mələklərə ki, dedi siz də bu adları çəkə bilərsiniz. Onlar da ilahpərvər yarar. Sən bizə öyrətmədiklərinizdən bizim xəbərimiz yox idi. Biz buradan nə nəticəyə gəlirik? Deməli, mələklər Adəmin necə bir varlıq olduğundan xəbərdar idi. Onu kim öyrətmişdi mələklərə? Allah öyrətmişdi. Deməli, insanın fərqli olmağından səbəblərindən biri də onun ixtiyarı ilə hərəkət etməsi idi. Bəli. Odur ki, yəni insan əgər ixtiyarı ilə hərəkət etmiş olmasaydı, onda elə olacaqdı mələklərin tayı. İnsanlar gəlib deyəcəklər ki, biz öz cinsimizdən olmayan birinə necə belə deyək, onun dalıcan gedək və ona iman gətirək. Buna misal olaraq Allahın elminə aid, məsələn, misal vururlar, deyir, bir dənə müəllim. Bəli. Deyir, bir dənə müəllim, şagirdi. Bəli. Zaten bilir ki, bu şagird ki, oxumur, dərsiz də baxmır, bu axırda imtahandan kəsiləcək. Bəli. Düzdürmü? Bu bilir də bu kəsiləcək. Əlinin içi kimi qədər bilir. Və imtahan vaxtı gəlib və həmin adam da kəsilir. Müəllim bilmirdi, bilirdi. Bəli. Amma indi müəllim gəlirdi, o imtahan vaxtında götürəydi qələmi, onun suallarına cavabın yazsaydı, düzgün cavabın yazsaydı, testi düzgün surətdə müəllim özü vursaydı, bu necə baxış olacaqdı? Bu ədalətsiz baxış. Elədir, düzdür. Oxumayıb, amma müəllim gəlir onu neyinir? Xilas eləyir. Allah da bu cür nədir? Allah yaradıb, yolu görsədib, özün qalxacaqsan. Məsələn, Peyğəmbərin barəsində nə deyirlər? Quranda Kəhf surəsinin axırıncı ayəsində Allah Teala buyurur ki, Qul innəma ənə bəşərun mislukum. Peyğəmbər deyir, mən də siz kimi bir insanam. Yəni Allah məni xüsusi bir mələk kimi göndərməyib bura. Mən də bir atadan, bir anadan dünyaya gəlmişəm. Fəmən qanə yərcü liqa Rəbbi. Mən ki bu məqama gəlib çatmışam. Allah bütün bəşəriyyətin ən üstün mənə qərar verir. Mən öz zəhmətimlə gəlmişəm. Mən öz təqvamla gəlmişəm. Mən öz imanımla gəlmişəm. Bu dinin uğrunda mən canımı qoymuşam, ömrümü qoymuşam. Allah da bunu dəyərləndirir və məni bəşəriyyətin ən üstünü qərar verib. Və Allah Teala bunu qabaqcadan bildiyi üçün də hələ Adəmin, yəni məni bilirdi ki, belə bir şəxs gələcək, ömrüm mənə həsr eləyəcək, mənim dinimə həsr eləyəcək. Allah Teala ona görə də ki, bütün yaradılığın mənim üzərimdə neyniyib? Mənim məhəbbətim üzərində qurub. Adəmi mənə görə xilas elədi, Nuhu mənə görə xilas elədi, Yunusu mənə görə xilas elədi. Bax, Allahın elmi budur, bilir. Amma dəxalət məsələsi ədalətdir. İkinci məsələsi, nöqtə ki, bu məsələdə var, şəcəri məmnuə ki deyirlər, yəni qadağan olunmuş ağac.
Və bu məsələdə də bir ilahi bir hikmət var. Qadağan olunmuş ağac. Niyə Allah Taala qadağan eləyib? Burada Allah Taala dəstəni, hər bir kateqoriyanı, bir insanı digər uca bir məqama keçməkdən ötəri insan nə etməlidir? İmtahandan keçməlidir. İmtahan, hökmən bəli. Yəni bu dinimizdə də bu cür nədir? Bəzən insanlar imtahana nə kimi baxırlar? Bəla kimi, müsibət kimi baxırlar. Amma bilmirlər ki, imtahan səni ucaldır. Bəli. Sən hər bir imtahanda, xırda böyük imtahan səni bir pillə yuxarı qaldırır. Ucalmaq istəyirsən Allah yanında, sən bu imtahanlardan keçməlisən. Məsələ budur ki, Həzrəti Adəm əleyhissalam belə deyək də, yəni hamımız kimi bir yaranmış idi, bir məxluq idi, öz ixtiyarı ilə hərəkət eləyən bir varlıq idi ki, insanlara sözü keçə bilsin. Yəni onun başqa insanlardan fərqliliyi yox idi. Əgər fərqliliyi olsaydı, onda insanlar deyəcəklər ki, mənlə də Adəmin fərqi var da. Yəni biz də Adəm kimi ola bilmərik. Bu günlər Həzrət Peyğəmbərimiz, biz deyirik ki, Peyğəmbərimiz bizim nümunəmizdir. Nümunəmizdir mənası nədir? Yəni biz də onun kimi ola bilərik. Onun kimi ola bilərik mənası odur, biz də yedi Peyğəmbər ola bilərik. Amma o insanlığın mərhələsi ki var, o insanlığın yüksək zirvəsi ki var, biz də ora tərəf gedə bilərik. Nümunəyə tərəf addımlaya bilərik. Məsələ belədir. Amma olaydı bir dənə mələk. Elə ki, mələk olduğu halda biz necə deyə bilərik ki, biz onun kimi ola bilərik? Heç bir halda. Yəni təbii ki, Quran-Kərimin ayəsi də var. Deyir Allah o zaman ki, Peyğəmbəri Peyğəmbər seçdi. İnsanlar gəldilər, dedilər ki, bu da bizim kimi bir insandır da. Niyə mələk göndərmədin? Allah deyir ki, mən mələk göndərsəydim, deyəcəkdim ki, niyə bizə mələk göndərməsən, özün kimi göndərməmsən. Odur ki, yəni uca yaradanımız, mehriban Allahımız bizim özümüz kimi bir bizə Peyğəmbər göndərir ki, biz də özümüzü ona oxşadaq. Onun üçün də təbii ki, o da bəhanələrimiz də kəssin. Biz də onun kimi ixtiyar sahibi, o da bizim kimi ixtiyar sahibidir. Onun da hər hansısa bir onun da öhdəlikləri var və öhdəliklərin öhdəsindən layiqli şəkildə təbii ki, gəlir. İndi harasa bir nöqsan varsa, nöqsan indi günahdır, günah deyir. Əziz izləyicilərimizin sualını istəyirəm, canlandıram ki, burada bir dənə nöqtə var, onu da deyim. Məsələn, siz o ayəni də işarə vurdunuz. Allah Teala bu ki, inni cəalun filə ərzi xəlifə, mən istəyirəm yer üzərində bir xəlifə yaradam. Hələ Adəm yaranmayıb, hələ Adəm cənnətdə olacaq. Cənnətdə bu hadisələr başına gələcək. Allah Teala dünyada onun yerini ayırır. Yer üzərində xəlifə qərar verir. Hələ dünyada. Hələ Adəm behişdə hadisələri var axı. Allah Teala nə edirdi? Allah Teala zaten bilirdi ki, Adəm o behişdən nə etməlidir? Öz elmi ilə. Bu bir orada qala bilməyəcək. Müəyyən tərki övla nəticəsində, öz seçimi nəticəsində, düzgün seçim eləməməliyi nəticəsində o dünyaya eləcək. Ona görə də Allah bütün proqramı, dünyaya aid olan proqramları zaten dünya üzərində qurmuşdur. Bu ayə özüdür bunu göstərir ki, ilahi proqramlar hamısı dünya üzərində qurulmuşdur. Allah Teala zaten bilirdi ki, Adəm Peyğəmbər o cənnət adlanan bir məqam, hansı bir məqamdır, hansı bir aləmdirsə, ötəri bir, elə bil ki, beşik kimi bir yer. Orada qala bilməyəcək. Yəni o imtahandan belə deyim də keçə bilməyəcək. Bəli, əziz izləyicilərimiz sual veriblər ki, bu Adəm əleyhissalam ki, bir cənnət deyilən bir yerdə məskənləşmişdi, sükunət tapmışdı, orada yaşayırdı Həzrəti Həvva nənəmizlə. Təbii ki, orada qadağan olunmuş bir ağac var idi, bir nemət var idi, meyvə var idi, yaxud tərəvəz idi, hər nə idisə ki, təbii ki, nəzərlər fərqlidir onun haqqında. Söz budur ki, şeytan səbəb oldu onlar. Ondan yedilər və olduqları yerdən çıxdılar. Sual budur ki, axı bəs necə olur? Şeytan bizi alladanda günah olur. Amma peyğəmbərləri alladanda xəta və yaxud tərki övla olur. Söhbət budur. Təbii ki, mən istərdim bu məsələyə bir qısa bir önlük olaraq öngiriş edim. Məsələ nədir? Məsələ budur ki, bizim şəriətimizdə, bizim məzhəbimizdə, bizim əqidəmizdə budur ki, peyğəmbərlər, 124 min peyğəmbərlərin hamısı məsumdur. Onların günahları yoxdur. Təbii ki, o bəzi məsələlər var ki, o məsələlər ki, ortalığa çıxıb biz onları günah olaraq, hətta biz məkruh məsələsini də belə qəbul eləmirik peyğəmbərlər haqqında. Yalnız olan məsələləri də tərki övla kimi
dəyərləndiririk. Amma bizim peyğəmbərimiz ki, Xatəmül Ənbiya Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və aleyhi və səlləm bunun haqqında heç tərki övlada yoxdur ki, təbii ki, onun haqqında bəzi məsələlər var ki, xatırlayıblar Əbəsə və Təvəlla, Əncəəhul Əma və yaxud Fətih surəsində deyirlər ki, İnna fətəhna ləkə fəthən mubinə liyəğfirə ləkəllahu ma təqəddəmə min zənbikə və ma təəxxər və Əbəsə surəsində deyir ki, qaşqabağın tökdü və kör kişi gəldi onun yanına, qaşqabağın tökdü bir kör kişinin xətrinə dəymək kimi və yaxud Fətih surəsinin əvvəlində deyir ki, biz sənə böyük bir fəth nəsib elədik, Allah keçmiş günahlarını və gələcək günahlarını da bağışladıq. Əgər günahı yox isə nə bağışladıq? Yəni təbii ki, bəzi məzhəblər, əqidələr var ki, bunlar peyğəmbərin belə günahı olduğunu qəbul edirlər. Amma bizim əqidəmizdə peyğəmbərin tərk övlası belə yoxdur. Başqa peyğəmbərlərin tərk övlası var, amma bizim peyğəmbərimizin tərk övlası yoxdur. Tərk övla nədir əziz izləyicilərimiz? İnşallah istərdim Hacı da inşallah bizə bir qüvvət verər. Tərk övla odur ki, etməsən sənin üçün daha yaxşıdır. Yəni Allah yanında bunun sənə bir günahı yoxdur. Amma sənin özün üçün. Elə bil ki, mən bax böyük sözünün ziyanı kimi. Yəni, yəni canımızı olan bir ziyan. Mən elə bil ki, gedmişəm idmandan, gəlmişəm, pəncərəni açmışam, qapını açmışam və yaxud o sərinkeş ventilator. Durmuşam onun qabağında. Evdə anamız deyir ki, ay bala onun qarşısında dayanma, soyuq olar sənə. Yəni, mən indi anamın sözünə baxmasam orada, onun qarşısında dayansam, soyuqlaya bilərəm, damarlarım dartıla bilər. Yəni, bunun yalnız mənim canıma ziyanı ola bilər. Buna tərk övla deyirlər. Burada da Həzrəti Adəm əleyhissalamın məsələsi tərk övla idi. Allah Həzrəti Adəmə demişdi ki, ey Adəm, bundan, yəni şeytan sən bundan yemə. Əgər bir vasitə olsa, indi sən yesən bundan, bu səbəb olacaq ki, bu naz nemətin içərisində ki, burada yaşayırsan, buradan daha çıxıb əziyyətlə yaşayacaqsan. Yəni, belə deyək də, hesab eləyinən ki, Respublikamızın mümbit bir yerində yaşamağı hər hansı bir şor-şorluq yerlə elə bil ki, əvəz eləmiş kimi olarsan, o da insanın özü üçün bir çətinlikdir. Həzrəti Adəm əleyhissalamın haqqında da Qur'an-ı Kərimdə bu haqda aşkar bir ayə var. Mən ayəni istəyirəm acı tilavət edim. İnşallah sizin fikirlərinizi də alım. Mehriban Allahımız Taha surəsinin 117-ci ayəsində belə buyurur. Və 116-117 və iz qulna lil mələikəti uscudu li Adəmə fəsəcədu illə iblisə əba. Deyir ki, o zaman ki mələklərə deyir ki, səcdə eləyin Adəmə. Hamısı səcdə elədi, yalnız iblis, şeytan bundan çəkindi. Fəqulna ya Adəm. Dedik ki, ey Adəm, innə hâzâ, yəni bu iblis ki var, əduvvul ləkə və li zəvcik. Bu sənin və sənin yoldaşın düşmanıdır. Fəla yuxricənnəkuma minəl cənnə. Bu sizin cənnətdən, yəni o mümbit yerdən ki, təbii ki, cənnət o bizim bu dünyamızı dəyişəndən sonra ki, qiyamət başlayacaq, o qiyamətdən sonra bizlərə verilən cənnətdən söhbət getmir. O dünyanın bağlarından alimlərin nəzəri budur ki, əsas nəzərdə budur ki, dünyanın bağlarından bir gözəl bir bağ idi. Fəla yuxricənnəkuma minəl cənnəti. O sizi cənnətdən, həmən bu gözəl yerdən çıxartmaq istəyir, fətəşqa. Onda siz özünüzə əziyyətə salmış olarsınız. İnnə ləkə əllə təcuə fīhə və la tə'ra. Ki, orada elə bil ki, çox çətinlikləriniz olacaq. Əsli məsələ budur. Yəni, bu elə bil ki, eyni ilə mənim o vurduğum misal kimidir ki, tərki oğla elədi. Adəm orada öz canın çətinliyə saldı o sözə baxmamaqla. Yəni, həmən o qadağan olmuş. Tərki oğla budur. İndi bunu başqa bir misalla da desək, bir yaxşı var, Seyid. Bəli. Yaxşı. Bir də var, daha yaxşı. Bunun ikisi də yaxşıdır. Bəli. Amma biri daha yaxşıdır. Bəli. Bir gözəl var. Bir də daha gözəl var. Bir şirin var. Bir daha şirin. Daha şirin var. Eynən tərk övlada həmin bu məsələdir. Yəni bu elə bir dərin məsələ deyil. Yəni başa düşək, deyək ki, bu çətin məsələdir. Biz başa düşə bilmirik. İzləyicilər bizə bunu bu formada bilsinlər. Adəm peyğəmbərin qarşısında bir yaşayış seçimi var idi. Bu tərəfdə elə bir villa var, bu tərəfdə 2 mərtəbəli ev var. Allah Taala deyir ki, bax, bu şeytan iblis var. Sən bu iblisi səni azdırmaq istəyəcək, istəmir ki, bu iblis sən bu villada yaşayasan. İndi bax,
bunun sözünə qulaq asmasın, bu villada yaşayacaqsan. Yox, bu səni azdırsa, səbəb olacaq, gedəcəksən, o evdə yaşayacaqsan. İndi seçim sənindir. Allah Adəmə seçim verdi. Yəni ki, işinə qarışdı. Zaten Allah Teala bilirdi orada nə baş verəcəyini, hansı proseslər gedəcək, onu bilir. Allah özü üçün bilir. Amma yenə də gələcək nəslə ibrət ünvanında Allah Quran-ı Kərimdə bunu bəşəriyyətə neynir? Canlandırır və çatdırır ki, proses necə baş verdi? Mən bilirdim və mən bunu onlara da çatdırdım. Amma onlar düzgün seçim eləmədilər. Yaxşını, daha yaxşını qoyub, yaxşının dalıcan düşdülər. İkisi də evdir, yaşayış üçün. Yəni, otduğun yerdə Seyid. Məsələn, mən sənə gəlib deyirəm ki, Seyid, orada 2 dənə maşın var, hədiyyəli. Birini seç. Biri, məsələn, təsəvvür elə 10 minli idi, biri 50 minli idi. İkisi də maşındır da. Otduğun yerdə sən irəli düşürsən. Sən bunu imtina eləyə bilməzsən. Qabağa düşürsən. Düzdür mü? Amma biri yaxşıdır, biri daha yaxşıdır. Hansını seçərsən? Təbii daha yaxşı. Amma yenə də səhvə yol verə bilərsən ya yox. Elədir. 2 dənə maşın var. İndi biri orada vəsvəsə eləyib səni azdıra bilər, deyə bilər ki, məsələn, hansı səbəblərə görə sən yenə də bu maşını seçkinə ki, sənin gələcəkdə xeyrindən ötəri. Amma yenə də sən seçimində səhvə yolu verə bilərsən, hamımız yol verə bilərik. Adəm məsələsində bu cür idi. Adəm sadəcə olaraq daha yaxşını seçmədi, yaxşını seçdi. Və belə həmçinin acı bizim başqa haramlarımız var. Görürsən ki, başqa haramların cəzası var. Ki sən bu bu artıq insanlardır, bizlər. Bəli. Bunun günahı var. Amma Adəm əleyhissalamın məsələsində görürsən ki, aşkar şəkildə deyir ki, səbəb olacaq səni bu olduğun gözəl yerdən çıxmağa. Yəni elə bil ki, o siz demişkən, bir var yaxşı, bir var daha yaxşı. Onsuz da sən bu dünyada qalacaqsan. Amma sən daha yaxşını elə bil seçim eləmədin də, məsələ belədir. Necə məsələn biz yeni doğulmuş uşağı nəzərə alsaq, məsələn, uşaq vaxtların 5 yaşına, 7 yaşına qədər valideyn onu təkid eləmir ki, bir məsələ. Valideyn deyir, bala eləmə. Amma bala görürsən, yenə də gedib eləyəndə əlin yandırır, yıxılır, əzilir və müəyyən cinayətlər edir, onu cəzalandırır. Xeyr. Bilir ki, özü bilir ki, bu mənim üçün nə qədər çətinliklər var. İnşallah ümidvarıq ki, siz əziz izləyicilərimizin suallarına layiqli şəkildə cavab verdik. Əgər hər nə sizi qane etmədisə fikirlərinizi gözləyirik. Uca Allah, mehriban Allah yar və yardımcımız olsun. Uca Allah öz rəhmətin, öz bərəkətin, öz məğfirətin bizlərdən, müsəlmanlardan, xalqımızdan əsirgəməsin. Allah amanında.